İnternetin denizin altından geldiğini biliyor muydun? Nasıl yani, o ne demek? Kullandığımız internetin %99'u denizin altına döşenen fiber kablolardan geliyormuş. Ben hep uzaydan uydudan geldiğini düşünüyordum. Hayır işte. Herkes öyle sanıyor çünkü terimler bir garip. Hani düşünürsen indir, yükle. Hani sanki hep yukarıda bir şey varmış gibi. Bu qardaşlar tamamilə doğrudur. Yer kürəsindəki bütün ölkələrin istifadə etdiyi internet əsasən okeanların dibində keçən fiber optik xətlər üzərindən keçir. Gəl bunu ətraflı izah edeyim. Çox adam elə düşünür ki, internet əsasən peyklərdə işləyir. Amma həqiqət fərqlidir. Dünyadakı məlumat axınının təqribən 95%-dən çoxu dəniz və okean altından keçən fiber optik kabellər vasitəsilə ötürülür. Yəni sən WhatsApp mesajını göndərəndə, video izləyəndə, kiməsə gic-gic reels göndərəndə o məlumatlar çox vaxt minlərlə kilometr yol qət edib okean altından keçir. Bu kabellər yüksək texnologiyalı fiber optik xətlərdir. İçində şüşə liflər var. Məlumat işıq impulsları sayəsində ötürülür. Ətrafı isə bir neçə qoruyucu qatla örtülür. Polad, izolyasiya və suya davamlı materiallar. Qalınlığı isə təqribən baxışlanğı qədərdir. Və bu kabellər okeanın dibində səssiz şəkildə uzanır. Dünyanı bir tor kimi birləşdirir. Məsələn, Avropa ilə Amerikanı, Asiya ilə Afrikanı məhz bu xəttlər bağlayır. Peyklər isə daha çox ucqar bölgələrdə, hərbi rabitədə və ehtiyat əlaqə üçün istifadə olunur. Hətta belə bir maraqlı fakt var. Bəzən akulalara görə biz internetsiz qala bilirik. Bəli, akulalar bəzən bu fiber optik xətlərə hücum edirlər, onları dişləyirlər. Ona görə də biz bəzən hər hansısa bir Instagramda dəxilsiz reelslara baxa bilmirik.